xüsusən Əliyar Ağayev, Əliyar Ağayev təyinatı vaxtı belə bir şey başımıza gələcəyini şübhə eləyir, ehtimal edir. Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə etsinlər, tək ayaq üstə etsinlər, haqqımızı içməsinlər, oyuncuların haqqını içməsinlər. Bir il boyu əziyyətimizi gəlib bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən Əliyarın, Turanın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Birinci oyundan sonra da, çempionatdakı oyundan sonra da insanı səhv eləmişəm mesajı göndərildi bizə. Haram olsun. Haqqımız, uşaqların alın təri, xüsusən Əliyarın haramı olsun. Yəni bunları demək istəyirəm. Rəqib komandanın qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda bu şeylər dəyişilməlidir. Bəzi şeyləri biriləri dilə gətirməlidir. Biz dilə gətirmədikdə, biz səssiz qaldıqda Əliyar gillər belə oyunlar idarə edəcək, futbolumuzu bugünə qoyacaq. Yatırım eləmənin də anlamı yoxdur. Belə çıxırsa, əziyyət çəkmənin də anlamı yoxdur. Oyuncu transfer eləmənin də anlamı yoxdur. Əliyar gillərdən canımız qurtarmalıdır. Azərbaycan futbolunun canı qurtarmalıdır. Bu oyundakı epizodları hamımız gördük. Futbol ictimaiyyətinin görməsini istəyirəm. Turan azərkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Artıq olmaz. Bu əziyyətimiz boşuna gedir. Bir mövsümlük 2 dənə təlim məşq toplantısı eləmişik, çoxlu investisiya eləmişik. Amma Əliyar gillər imkan vermir biz oynayaq. Bu qədər. Sağ olun.